Salam əziz izləyicilər, yeni bir video ilə qarşınızdayım. Hal-hazırda saat təxminən 7 olmalıdır artıq məncə. 6:52-dir. İdman üçün bir məkana gedirik, orada görüşərik. Dostlar, oxuduğum bütün inkişafla bağlı kitablarda qeyd edilən məsələ nədir? Günə gün doğumu izləyərək başlayın və hal-hazırda biz onu praktiki cəhətdən icra edirik. Çox möhtəşəm bir hisdir. Düzdür, yəni bunu təxminən 1 il əvvəl hər gün eləyirdik. Sadəcə indiki dövrlərdə biraz gec yatırıq, ona görə toparlamaq biraz çətin alınır. Burada az qalıb, artıq çatırıq. Nə baxın oğlum? Dostlar, nəhayət ki məkana çatırıq artıq. Oradan kəsinliklər paylaşacağım idman etdiyim. Dostlar, bu arada düzü heç kepka taxan deyiləm. Sizcə belə yaraşır, yoxsa belə? Bir fikir bildirin şərhlərdə. Heç yəni taxan deyiləm, sadəcə bir fərqli olsun deyə aldım. Taxıram belə. Yaraşır sizcə belə yoxsa? Məsələn belə, yoxsa belə? Görək, adam varmı? Səhər-səhər. Bundan əvvəl axşam gəlirdi. Adam yəni istədiyiniz qədər adam var idi burada. Ətraf da belədir, yəni qəşəng gəzmək olar. Dünən gecə də yağış yağdı belə. İdmanımızı isə biz burada eləyəcəyik. Heç kim yoxdur dostlar. Rahat, komfort bir zona var. Gedirik ən başa baxın, belə gedirik. Dostumla da istənilən zaman burada otururuq, dostlarla da otururuq. Biz özünə heç kim yoxdur, qəşəng vlogumuzu davam eləyəcəyik. Həmdən hazırlaşma o zaman. Kepkamızı çıxardırıq. Çantamızı kənara qoyuruq. Baxın, gün də çıxdı, baxın. Gün çıxmış, daha doğrusu bu narahatçılıq törədirdi, baxın. Günümüz də çıxdı artıq. Neyse dostlar, başlayaq mı? Dostlar, ilk öncə isinmək üçün dips eləyəcəm. Ondan sonra keçəcəyik artıq turnik hərəkətlərinə, muscle up dartma və yaxud da s. O zaman hazırsa dipsimizə başlayaq biz. Dəmbəsdən öncə biraz sit downlayırıq. Bugün 11-də Səyyar Gənclik Təşkilatının nəsə bir toplantısı var. Dünən də getmişdik. Əgər bu videonu saat 10-a qədər inanmıram, əslində paylaşa da bilərəm. Paylaşsam izləsəz orada görüşə bilərik. Belə deyim yəni. Yaxşı bir cəhət odur ki, adam yoxdur burada. Bu arada bundan əvvəlki videoları həqiqətən izləməmisinizsə, keçin izləyin. Çünki çox faydalı kontentlər var. Yəni o məlumatların. Bəlkə də birinci səfər eşidərsiniz, nə bilim. Bəlkə də eşitmiş olarsınız. Neyse, uzatmadan keçək məsləhətimize. Dayımızla da görüşdük. 4 set 5 dənə eləyəcəyik. Səsim gəlir görəsən. 4 set 5 dənə maslap eləyəcəyik. Hazırsınız, o zaman bununla başlayaq. Dostlar, maslapı kepkin eləyəcəm. Biraz fərqli olsun. Hər şeydə biraz fərqli eləmək lazım. Kepki o zaman. Tripping on back for the legs.
say something. Never tell a back that I never stay running. Sipping on facts, damn, know I got stacks in the lab. Taking bitches straight for another cat. Make shit while I never had shit. Bitch move, make your motherfucking head split. Cost to the loss, never really gon' play shit. Tell me never really gon' chase it. Dreams to the play, no fake. Hands to the way, niggas know. Bilmirəm, hərəkət çətinləşib yoxsa biz. Məncə bu vlogdan yaxşı shortslar çıxar, qısa-qısa. Onunla paylaşacağım. Hər səhər bura gəlməyə artıq qərarı planlamışam yəni. Çünki həqiqətən gəlmək lazımdır. İnkişaf eləmək lazımdır dostlar, hər sahədə. İnanın, hər sahədə inkişaf eləmək lazımdır. Həm də biraz yəni sakitçilik, dinc bir mühitdə olanda çox yaxşı olur məncə. Dinc bir mühit lazımdır toparlanmaq üçün. Düzdür, mənim elə də toparlanmağa ehtiyac yoxdur. Cüzi bir toparlanmaya ehtiyac var. Bir işin qulpundan yapışmaq üçün. Bu iş nədir? Marketing sahəsidir. İnanın ki, 3-4 həftədir bu işə vaxt ayırıram. Axırı ümid edirəm ki, yaxşı qutarar. Neysə, çox uzatmayayım. Keçək ikinci setimizə. Bir də belə qoyacağım dostlar, baxın belə. Belə dursun. Dostlar, bu hərəkət niyə çətinləşib? Mənə çatmadı. Çox çətinləşib. Yordu. Üçüncü və dördüncü setləri inanmıram, yəni 5 ilə gedər. Təqribən 4-5 il bundan qabaq 4 set 10 dənə maslap eləmişik. Yəqin ki, səhər-səhərdir, bilmirəm. Getmir dostlar. Dostlar, çəkməyə bir şey tapmadım. Dedim ki, sizlə bu çantanın içindəkiləri bölüşə bilər, paylaşa bilərəm nə var burada. Çünki çəkmək üçün heç bir şey yoxdur idman hərəkətlərindən başqa. Bu da məncə sıxıcıdır. Demək, çox bir şey yoxdur. Bir dənə qələmimiz var dostlar. Buraya yığacam hamısını belə. Başqa nələr var? Bir dənə Jakobs var. Bunu da dünən dostumla almışam. Kofe varsa biz varıq demək ki. Bir dənə Nescafe var. Bundan deyəsən heç içməmişəm, Strong. Bir dənə Nescafe'miz var. Başqa nə var? Bir dənə də qələm var, böyle gördüyünüz kimi. 2 dənə niyə götürmüşəm? Bir dənə AirPod'umuz var belə. Ucuz da olsa işləməyə yarayan bir AirPod'dur. Təmin eləyirsə demək ki, işləyir mənim üçün. Bir dənə belə fənərimiz var dostlar. Çox primitiv, sadə bir dizayna malik. Çox primitiv. Baxın, buradan basırsınız, buradan fişə. Belə bir dənə fənərimiz var. Ondan sonra bir dənə də pul qabımız olmalıdır. Pul qabını artıq çıxartmıram. Buradadır, baxın belə göstərim. Bunları bir dənə cəhd bir surətdə yığım. Keçək 3-cü setə. İnanmıram 5 dənə gedəcək, amma yenə yoxlayacağıq. Biraz çətindir, həqiqətən. Biraz çətinləşib hərəkət. Bu arada yəni, nə bilim, neyinirsiniz imtahandan sonra? İmtahandan sonra eləməyə heç bir şey yoxdur, inanırsınız. Heç bir şey yoxdur.
bir iş tapmadısa araşdırmaq üçün, demək ki, boş bir işar ilə oturacaqsınız və yaxud da Instagram, TikTokda vaxt keçirəcəksiniz. Məndə imtahandan sonra ilk 5 gün, bəlkə elə 6-7 gün elə oldu yəni. İmtahandan sonra çox bekarçılıq yaranır. Saçım ilk gününə düşdü. Şəpqamızı taxaq, daha da olsun. Boş bekarçılıq olur həqiqətən. İmtahandan sonra özünüzə ya bir iş tapın ya da ki, neysə bir araşdırma aparın hansısa bir sahə üzrə. Çünki vaxt getmir. Yəni, dayanmadan Instagrama, TikToka da baxmaq insanı bəzən yox, məni sıxır şəxsən. Çox vaxt keçirəndə insan həqiqətən çox mənfi təsiri var məncə. Nəysə dostlar, gedək 3-cü setimizi eləyək. Telefonu bu dəfə bura qoyacağam. Görək necə düşür. Belə, bura qoymaq olar sizcə? Yəni bu arxasını bir düzəldək. Düşür sizcə? Okey, düşür məncə. Düşür. 5-dən eləyə bilsə 5-dən eləyəcəyik. Eləyə bilməsək də bacardığımızı. Perfectly exhibition. 5 tane yiyebildik dostlar. Biraz da ətrafı çəkim. Ətrafda elə sizdən çox bir şey yoxdur. Burada bir dənə Tahtirəvalli var. Burada gördüyünüz kimi tras artıq. Orada normalda bayraq olmalı. Bir dənə göstərim. Yəqin ki görürsünüz. Baxın burada. O bayraq da yoxdur. Bizdən heç nə yoxdur. Heç nə. Günümüzü yenə uğurladı buludlar. Arkasında gizlənib burada. Bax burada baba. Bir setimiz qaldı. 5 ilə eləyə bildik 3-cü seti də. Biraz qolumuzu gözləyək boşalsın. Ondan sonra 4-cü setimizi 5 ilə eləyək. Keçək jimə. Dostlar, bilmirəm, inanmıram yəni səsim gələcək yoxsa yox. Bir məsələ barəsində danışmaq istəyirəm. YouTube-a vloglar çəkmək üçün həqiqətən çox çabalayıram. Sadəcə uyğun bir ətraf tapa bilmirəm. Məsələn, mən sizə vlog çəkirəm desəm, buradan başqa bir məkan yoxdur vlog çəkməyə. Yəni ev şəraitində hal-hazırki dönəm üçün alınmır. Sadəcə amma çox istəkliyəm ki, vloglar paylaşım, gələcəkdə də yəni baxmaq üçün bir kontent olsun. Həm mənə, həm də sizə. Dediyim kimi buradan başqa bir məkan tapa bilmirəm vlog çəkməyə. Burada ancaq nə eləyə bilərik? İdman eləyə bilərik. Ona görə başqa bir söhbət də tapmaq olmur düzünə qalsa. Bilmirəm yəni. Yeni insanlarla tanışmaq istəyirəm. Bəlkə də YouTube-a başlamağımın bir məqsədi də budur. Bu arada yəni şərh bölməsində sizə məxsus xas olan hobbilərinizi bölüşün. Dayı da mənə çox pis baxdı. Hobbilərinizi bölüşün görək, ortaq bir hobbimiz çox böyük ehtimal olacaq. Yəni hobbi çox geniş bir məfhum da deyil yəni. Bilmirəm yəni. İnkişaf eləmək istəyir insan. Çünki 21-ci əsr bilik yox, biliyi tətbiq etməyi tələb eləyir. Yəni bilikli ola bilərsiniz. Məsələn, Robert Kiyosaki'nin 21-ci əsrin biznesi kitabında deyilir ki, 21-ci əsr bilmək yox, öyrətmək əsridir yəni. Nə qədər bilirsiniz bilin, onu siz tətbiq eləyə bilmirsinizsə, bu əsr üçün yaradılmamışsınız və yaxud da bu əsr üçün uyğun bir fərd sayılmırsınız. Dünən də Nadir Adilovun Məqsədli Sən kitabını bitirdim. Məncə, yəni Azərbaycanda, hələ ki oxuduğum, Azərbaycan deməyim, oxuduğum inkişaf kitabları arasında Arzu Qafarlının da Beşik Uğur Düsturu kitabı var idi. Onu da oxumuşdum. Məncə bu biraz onu bir tık üstəliyir.
Nadir Adilovun kitabı. Çünki sxemlər, cədvəllər, yəni geniş izah var. Beşik uğur düsturunda da var idi. Beşik uğur düsturunun bir üstüncəti var ki, sonda sizə film tövsiyələr verir. Bu da həqiqətən çox xoşuma gəlmişdi ona. Oxuyub bitirəndən sonra. Çox möhtəşəm bir məncə ideyadır. Sonda inkişafla bağlı filmləri verir. Çox qəşəng idi. Məsələn, onun bu xüsusiyyəti bu məqsədli sən kitabından, yəni fərqli bir hissədədir. Amma ümumi götürəndə yenə dediyim kimi, məncə məqsədli sən kitabını oxumağa dəyər. Oxuduğum inkişaf kitabları arasında yenə deyirəm ki, məncə hələ ki birinci piliyə qoyulası kitabdır. Başqaları da olub, amma çox da belə təsir eləməyib. Kitab sizə yaxşı təsir eləmirsə, demək ki, o kitab sizin üçün elə də yaxşı bir kitab sayılmır. Mən belə düşünürəm. Nadir Adilovun digər kitablarını alıb oxuyacağım. Sadəcə indi vaxt yoxdur. Onu bitirdikdən sonra kitabxanadan A'dan Z'yə marketinq kitabını almışdım. Filip Kotçer idi, səhv eləmirəmsə, müəllifi. İndi ona başlamışam. Səhv eləmirəmsə 20-ci səhifədəyəm. Dünən gecə oxudum. Onu da bitirəcəyik. Sonra bir dənə də kitab var. Çox qalın kitabdır. Azərbaycanlılar yazıb marketinqlə bağlı. Onu da oxumaq lazımdır. Yəni iş çoxdur. Çox söhbət elədik. Keçək 4-cü setə. Okey dostlar, hazırsınızsa 4-cü setə keçək. Oy dostlar, 3-4 dənə it girdi bura. Bulutlar da qəşəng düşür. Bandidão sentadão modesto, senta, 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 sentadão modesto. Dostlar, bundan əvvəl həqiqətən videolara baxdım, çəkdiyim. Onu bildim ki, burnum çox axır. Yəni, çox axır. Xəstəyəm bu arada. Nəzərə alın, zəhmət olmasa onu. Belə yəni, danışacaq çox şeyimiz yox. Nəyə baxırsan? Dostlar, Maslavı bitirdik, keçək jimə. Bir set eləyəcəm. Görək bir 30-40 dənə eləyə bilirik. Düzünə qalsa inanmıram, çünki jim eləmirəm bildiyiniz. Sadəcə səhər günə başladıqda 15 dənə jim eləyirik, vəsiyo. Bu qədər. Hal-hazırda maksimum eləyəcəm, görək neçə dənə olur. Ən son burada dostumla şort çəkmişik. Jim eləyən vəziyyətdə. Yerlər də sudur yəni. Neysə, başlayaq görüm. Oy da dostlar, bura it günündə bax. Ortalayaq telefonu. Beş tane elim battı. Neyse. Yani YouTube'da paylaşacağım. Onu bilmirəm. Görürsən paylaşaram dostlar. Sizcə. Gedək artıq. Yorulduq. Yorulduq. Gəlin belə sükutda oturaq elə. Siz də belə burada durun. Belə. Belə qoyun. Çünki YouTube'a qoyduqda kənarlar kəsiləcək birbaşa olaraq. Bir oturaq yəni.
Bu da pis düşdü. Nəysə oturun gəlsin. Mən necə oturum? Belə oturum. Nəysə oturun. Ağlıma ideya gəlmir, nə türdə bir video paylaşım. Əgər bu vlogu paylaşsam, bu vloga baxın. Necə, hansı tipdə bir video, vlog gəlsinmi və yaxud da necə video çəkək, o barədə fikirlərinizi yazın. Yəni qoyduğum videolara heç şərh gəlmir. Bilirəm, yəni bu başlanğıcdır, amma məncə izlənilə biləsi bir videodur. Çünki həqiqətən əmək var dostlar. Bilirsiniz, əmək var. Əməyi olanda, əmək dəyərləndirilmirsə kimsə, biraz təsir edir insana. Amma davam edəcək əlbəttə ki. O videonu hal-hazırda izləyənlər də var. Uğurlu insan nələr etmir videoma 100-dən çox baxış gəlir və bunu həqiqətən dərk eləyirəm və sevinirəm ki, o videoya baxan 100-dən artıq adam sayısının hamısı o videodan fayda götürüb özünə. Bu məni çox sevindirir. Ona görə də belə videolar yaratmaqda davam eləyəcəyik. Əgər bu videonu paylaşsam, vlog tipli videoları yəni paylaşmaya davam eləyəcəm. Bu o mənaya gəlir. Buna bir də gördüyünüz ki, çox baxış gəlir. Artıq bu seriyaya davam eləyə bilərik, baxış gəlsə. Amma yenə deyirəm, paylaşacağım mı, paylaşmayacağım mı, o biraz şübhə altındadır. Çünki qeyd etdiyim ki, bundan əvvəl qeyd etdiyim videolara baxıram, çox da yaxşı alınmır. Bilmirəm, belə təbii görünürmü? Daha çox keyfiyyətli olmalıdırmı? Nəysə, oturun. Sükutda oturun. Belə YouTube'a çox baxansızsa, Rəşad Bağıyevin gelin videolarına baxın. Çox əladır, yəni izlədiyim Azərbaycanın tək YouTuberdir deyəsən. Çünki tam həqiqətən istədiyim tür kontent paylaşır. Bu arada imtahanlardan da neçə bal toplamısınızsa, qeyd eləyin şərhlərə, görək rekordu kim qırıb. Məndə 507 baldır. Hələ ki bizim bu teritoriyada mənim dostum rekord sahibidir. 620 nöqtə neçə idi? 20.8 idi deyəsən. Şərhlərdə qeyd eləyin görək siz neçə yığmısınız. Əgər mənim izləyicimsinizsə, demək ki sizdə bir 500 plus var məncə. Buna layiqsiz çünki. Biraz oturaq belə. Böyle bir 10 dənə də artına bilirik dostlar. Neçə gün dartılmıram, sadəcə masrafla məşğulam. 10 dənə də artına bilsə məncə böyük bir şeydir. Dartım, ya, burada eləyək. Dartım 10 dənə dartına görək. Dartına bilərik siz. Oh shit. Dostlar artıq gedək məncə. Bu qədər bəsdir. Belə dostlar yəni. Ümid edirəm ki bəzi nasazsızlıqlar, bəzi problemləri nəzərə alarsınız. Yox amma deməliyik onun nasaz. Bəzi nasazsızlıqları,
Ümid edirəm ki, bəzi nasazsızlıqları, dostlar, nasaz sözü var. Nasazlıqları. Ümid edirəm ki, bəzi nasazlıqları nasazlıqdır Allah. Ümid edirəm ki, əziz dostlar, bəzi nasazlıqları nəzərə alarsınız, şükür. Belə yəni videonun sonuna gəldik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Sağ olun, salamat qalın. Çalışın, inkişafsız qalın. Bye. Dostlar, burada bu vlog mənim ilk vlogumdur. Bilirəm ki, yəni videoda absurd bir şeylər olur. Ona görə də indidən elə bir şey varsa üzüldü sayın. Çünki həqiqətən vlog təcrübəm yoxdur mənim. Bu mənim ilk vlogumdur, vurğuladığım kimi. Ümid edirəm ki, yəni bu vlog bəyənilsə davamı gələcək və davamlı gələn o vloqlarda artıq hər sahədə olduğu kimi inkişaf görə biləcəksiniz. Təkmilləşəcək bir sözlə vlog videoları. Bu ilk vlog videosudur, çox da belə ciddi almayın. Sadəcə söhbət eləyirik, yəni belə.